Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim İşğəliyev. Bu günlərdə maraqlı bir video ilə qarşınızdayım. Sizlərə də keçən dərs bildirdiyim kimi artıq bu bizim riyaziyyatın maraqlı hissələri ilə bağlı olan sonuncu videomuzdur və bundan sonra artıq biz yenə də buraxılış imtahanlarına düşə biləcək tipik sualların izahlarını verəcəyik ki, sizlər üçün daha da faydalı olaq və inanıram ki, çəkdiyimiz bu maraqlı videolar sizlərin qəlbində riyaziyyata qarşı sevgi və rəğbəti biraz da artırdı. Başlayaq mövzumuza. Bugünkü mövzumuz mükəmməl ədədlərdir. Mükəmməl ədədlər barəsində danışaq. Ümumiyyətlə, yenə də sözümün əvvəlində bildirmək istərdim ki, ədədlər mükəmməl, pis, yaxşı deyə hissələrə bölünməz. Sadəcə olaraq müəyyən xassələrinə görə riyaziyyatçılar tərəfindən mənalandırıla bilər və o ədədlərdən bir neçəsi və əsəbinlər danışacaq. Mükəmməl ədədlər nəyə deyilir? Birinci olaraq alimlər tərif vermişlər ki, mükəmməl ədədlər ədədin özündən kiçik natural bölənlərinin cəminə bərabər olarsa, bu ədədlər mükəmməl ədədlərdir. Özündən kiçik natural bölənlərinin cəminə. Məsələn, 6-dan kiçik natural bölən 1, 2, 3-dür. Bunların cəmi də verir 6. 28-dən kiçik 1, 2, 4, 7 və 14-dür. Bunların cəmi də verir 28. Yəni, bu ardıcılıqla biz baxsaq da, özündən kiçik natural bölənlərinin cəmi ədədə bərabərdirsə, deməli bu necə ədəddir? Bu mükəmməl ədəd hesab olunur. Bundan başqa uşaqlar, mən sizlərə məlumat kimi bildirmək istərdim ki, əgər ki, Evklid dönəmində mükəmməl ədədlər 6, 28, 496, 8128 bunlar mövcud edirsə, yəni bu 4 ədəd mövcud edirsə, artıq 15 əsrdən sonra 5-ci mükəmməl ədədi tapmışdılar. Fikir verin, bu 4 ədəd Evklid dönəmində var idi, mükəmməl ədəd kimi. Amma bunun tapılması isə artıq 15 əsrdən sonraya gəlib çıxmışdı. Və burada biz görürük ki, 33.550.336 ədədi həmin dövrlərdə tapılmış 5-ci mükəmməl ədəddir. Siz sual verə bilərsiniz. Ay müəllim, bununla bitirmi? Bundan başqa mükəmməl ədəd yoxdur mu? Var uşaqlar. Bunun üçün xüsusi düsturlar var. Bunu xüsusi komitələr hesablayıb. Hətta mən bir yerdə oxumuşum ki, 77 rəqəmli belə mükəmməl ədədlər mövcuddur. İndi olan hər birini lövhədə yazmaq, yerləşməz lövhəyə həm mənim səbrimə çatması ki, onları bir-bir yazaq. O səbəbdən qısa olaraq sizin üçün belə bir video çəkmək istədim ki, sizin də bu barədə anlayışınız olsun ki, mükəmməl ədədlər nədir? Lakin belə bildirmək istədim ki, sonlarda bəzi riyaziyyatçılar bildirdilər ki, əgər ədəd özündən kiçik tam ədədlərin hasilinə bərabərdirsə, o mükəmməl ədəd olsun. Ədəd özündən kiçik tam bölənlərin hasilinə bərabərsə, mükəmməl ədəd olsun. Məsələn, 8-dən kiçik tam bölənlər 1, 2, 4-dür. Vuranda bir-birinə 8 eləyir. 1, 2, 5-dir. Vuranda 10 eləyir. 1, 2, 7-dir. Vuranda məsələn 14 eləyir. Hər gün qarşısına yazmışam. Onda belə çıxır ki, 6 ədədi yenə də necə olur? Yenə də mükəmməl ədəd olur. Çünki 1-i 2-yə vuranda 2, 2-ni də 3-ə vuranda 6 verir. Deməli, onda biz belə başa düşdük ki, 6 ədədi hər bir halda mükəmməldir. İstər birinci şərt daxilində, istər ikinci şərt daxilində. Bu da 6 ədədini biraz da belə füsunkar göstərir, biraz da belə böyük rəğbət göstərir ki, 6 ədədi hər iki mənada öz mükəmməlliyini qoruyub saxlayır. Sizlərə mükəmməl ədədlər kimi mükəmməl günlər arzulayıram. İnanıram ki, hər bir gününüz daha da xeyirli və bərəkətli keçir. Və çəkdiyim video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İşiniz avamda olsun uşaqlar. Hələlik.